Ali İmran Suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Elif, Lam, Mim. Allah'tan başka Tanrı yoktur. O diridir, ebedidir. Yarattıklarını koruyandır. Önceki kitabları təsdiq üçün hak kitabı o göndermiş sənə. Tövratı, İncili göndermişti o. Bundan önce göstermek için doğru yolu. Doğru nedir, eğri nedir, ayırt eden kitabı göndermiş o. Ağrılı bir əzab gözləyir Allah'ın ayələrini dananları. Güclüdür, intikam alandır Allah. Yerde göyde ne varsa hiçbir şey Allah'tan gizli kalmaz. Odur ana bətnində sizi istediği şekle salan, ondan başka Tanrı yoktur. Güclüdür, müdrüktür o. Kitabı o göndermiş sənə. Aydın, anlamlıdır burada bazı ayələr. Kitabın anasıdır bu ayələr. Digərləri oxşar anlamlar daşıyır. Oxşar ayələrdən yapışar ürəyi düz olmayanlar. Fitnə, fəsad törətmək üçün özlərinin xeyrinə yozar onlar bu ayələri. Allah'tan başka kimsə bilməz bunların yozumunu. Ona iman gətirdik, Rəbbimizdən gəlir hər şey deyər dərin alimlər. Yalnız ağıllı adamlar bunu düşünüp anlar. Rabbimiz doğru yola yönelttikten sonra bizi kırma yüreğimizi. Rahmetinden pay ver bize. Sonsuzdur sehavetin. Rabbimiz gelmeyi hak olan o gün cem edersen insanları bir yere. Sözünden dönmez Allah. Kafirler ki var, ne malları ne uşakları kurtarar onları Allah'ın buyruğundan. Otta yanacak onlar, Firavun ailesi ve ondan öncekiler kimi. Ayələrimizi danmıştılar. Günahlarına göre yakaladı onları Allah. Allah'ın cezası şiddetlidir. Məğlub olacaksınız, cehenneme dolacaksınız. Pisten pis yataqdır ora. Söyler küfür edenlere. Üz-üzə gelen bu iki dəstənin döyüşü bir ibrət dərsi idi sizin üçün. Allah yolunda dövüşürdü biri. Kafirlerden ibaretti o biri. Bunların da gözleri ki görürdü əks tərəfin her birini. İstediğine yardım eder Allah. İbrət götürər bundan bəsirəti olanlar. Kadınlara, uşaqlara kantar kantar qızıl, gümüşə, ürgəyə, malqaraya, torpağın məhsullarına qarşı hərisliyə, həvəsə, qurşanmaq cazibəli göründü insanlara. Bunlar dünya həyatının gəldi gedər nemətləridir. Allah'ın dərgahındadır gediləsi gözəl yer. De ki, söyleyeyim mi bunlardan yaxşısını? Allah'tan qorxanları Rəblərinin dərgahında içinden çaylar axan cənnətlər gözləyir. Oralarda əbədilik qalarlar. Pak olan zövcələrlə. Allah'ın rızası oralarda qərar tutur. Allah görür bəndələri. Rabbimiz sənə iman gətirdik, keç bizim suçumuzdan.
Qoru bizi otdan, yanmaq əzabından deyən bəndələri, səbr edənləri, sadiqləri, huzurunda ürəkdən əylənləri, Allah yolunda xərcləyənləri, səhərlər bağışlanmalarını diləyənləri. Allah şahidlik etmiş, ondan başqa Tanrı yoxdur. Mələklər və insaflı elm sahibləri şahidlik etmişlər, ondan başqa Tanrı yoxdur. Güclüdür, müdrikdir o. Allah mərtəbəsində din şübhəsiz İslam dinidir. Ancaq kitab verilənləri bilik alandan sonra aralarındakı qısqanclıq ayırmış bir-birindən. Allahın ayələrini danan kimsə bilsin, hesabı tez aparandır Allah. Mən də ardıcıllarım da Allaha təslim etdik özümüzü. De səninlə höcətləşənə, siz müsəlman oldunuzmu? De kitab verilənlərə və savadsızlara, doğru yolu taparlar müsəlman olsalar. Dindən üz döndərsələr, sənin borcun yalnız başa salmaqdır onları. Bəndələri görür Allah. Allahın ayələrini dananları, haqsız yerə peyğəmbərləri öldürənləri, ədalətin keşiyində duranları öldürənləri ağrılı bir əzab ilə xəbərlə. Dünyada və axirətdə boşa çıxar işləri, bir kimsə də yardım etməz onlara. Kitabdan pay düşənləri görmədinmi? Hökm almaq üçün Allahın kitabına üz tutar onlar. Sonra da bəzisi üz döndərər ondan. Yalnız sayılı günlərdə toxunacaq od bizə demişdi belələri. Və uydurmalarına görə yanılmışlar dinlərində. Bəs gəlməyi haqq olan gündə onları cəm etsək necə? Hər kəsin qazandığını haqsızlığa yol vermədən özünə qaytarsaq necə? Ondan necə olar halları? De ki, ilahi, ey varlığın yiyəsi, sən dilədiyinə verirsən mal dövləti, dilədiyinin əlindən alırsan mal dövləti. İstədiyini ucaldırsan, istədiyini alçaldırsan. Xeyirxahlıq əlindədir, sən hər şeyə qadirsən. Rüyamda gördüyüm o mümin səndin, Kur'an radyodakı kişi.